Əziz müsəlmanlar, biz əgər bu əqidə ilə yaşasaq ki, müsəlmanam, kifayətdir, müsəlmanım deməklə və Rəbbimiz Allahdır, Peyğəmbərimiz Muhammed sallallahu aleyhi və səlləmdir, dinimiz İslamdır, qibləmiz Kəbədir, kitabımız Qurandır deməklə birləşməliyik, bir cəmaat olmalıyıq, mehriban olmalıyıq, bir-birimizi sevməliyik. Hə, Peyğəmbər sallallahu aleyhi və səlləm dediyi kimi, İslam ümməti firqələrə bölünüb, bidətlər baş alıb gedir. O bidətləri sevməyə ixtiyarımız çatmır. Bidət əhlidir, bidət əhli olmağına baxmayaraq müsəlmandır. Müsəlman olduğuna görə ona dəyər veririk, müsəlman hüquqlarını, haqlarını yerinə yetiririk, bidət etdiyinə görə isə ondan uzaq dururuq, o ilə oturub durmuruq, ta o vaxta qədər ki, o bidətdən əl çəksin. Açın Ən'am surəsini, bir də Ən-Nisa surəsini. Bu iki surədədir, səhv eləmirəmsə. Allah Subhanahu o surələrdə deyir ki, birisinin Allahın dinini istehza etdiyini, Allahın hansısa bir buyruğuna laqeyd yanaşdığını, qəbul etmədiyini, öz bildiyini etdiyini görsəniz, o məclisi, o adamı tərk edin. Onlarla oturub durmayın, yoxsa siz də onların tayı olacaqsınız. Biz bidət əhli ilə oturub durmuruq. Biz onlarla oturub duranda yalnız məqsədimiz nə olur? Onlarla ya hansısa bir haqqı onlara çatdırmaq, ya mübahisə edib haqq olduğumuzu onlara göstərmək, ya da onların yanına gedib onların haqlarını ödəmək. Bu, oturub durmaq sayılmır. Yəni, adam məsələn üçün xəstələnib, onu ziyarət edirsən ki, ona bir yardım edəsən və o ziyarət əsnasında ola bilər o səndən eşitdiyi haqqı qəbul etsin. Adam sənə salam verir, salamını alırsan. Beləliklə də arada olan o nifrət, kin aradan qalxır. Adam vəfat edib cənazəsində iştirak edirsən. Onun bütün ətrafı, qohum əqraba, yaxın hamısı sənin barəndə yaxşı zənnə qapılır. Bax, müsəlman hüquqlarını bir tərəfdən yerinə yetirmək lazımdır. O biri tərəfdən də əlbəttə ki, bidətlərə qarşı sərt münasibət göstərmək lazımdır. Bax, buna hikmət deyilir. Yoxsa bidət əhlidir, ondan salamı da kəs, cənazəsinə də yetmə, onunla tamamilə əlaqəni kəs, müsəlman haqlarını da ödəmə, bu artıq müsəlmana qarşı edilən zülm sayılır.